İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi. Martın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Axar Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib. Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. İlham Əliyevdən İranla bağlı mühüm tapşırıq. Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Məsud Pezeşkiyan arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırki ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Global Info Az bildirir ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir. İranla müharibə daşa dirəndi, Trump çarəsizdir. ABŞ-ın İrana qarşı Kürd separatçılardan istifadə etmək planı baş tutmadı. Separatçılar ABŞ prezidenti Trump'ın təklifini geri çevirdilər. İran Kürdlərinin lideri Mustafa Hicri ilə telefonla danışan Trump onu dərhal hərəkətə keçməyə çağırmışdı. O isə qüvvələr nisbətindəki böyük fərqi əsas gətirib imtina etmişdi. Axar Az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib. O bildirib ki, Trump bundan sonra mediaya açıqlamasında müharibəni indikindən daha mürəkkəb etmək istəmirik, mən Kürdlərin ora getməsini istəmirəm dedi. Trump İrana hücumlar bitdikdən sonra ölkənin xəritəsinin eyni qalıb qalmayacağı sualına isə belə cavab verib. Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox. Donald Trump ertəsi gün A Times of Israel qəzetinə telefonla verdiyi açıqlamada çarəsizliyini növbəti dəfə gizlətməyib. O bildirib ki, İranla müharibənin nə vaxt bitməsi İsrailin baş naziri Benyamin Netanyahu ilə alacaqları qarşılıqlı qərardan asılı olacaq. Yəni buna mən yox, Netanyahu qərar verəcək. Bir sözlə, Trump dərin bir qeyri-müəyyənlik içərisindədir. Görünən budur ki, o, hətta müharibəni belə bitirə bilər. Amma Netanyahu hələlik buna razı deyil. Ekspertin fikrincə, Trump-Netanyahu cütlüyünün bu qədər qeyri-müəyyən duruma düşmələrinin səbəbi Urmunu Kürdistan etməyə çalışmalarıdır. Urmiyalılar buna yox dedilər. ABŞ və İsrailin proksiləri kimi fəaliyyət göstərməyə çalışan Kürd separatçılar da bir tərəfdən İranın, digər tərəfdən Türkiyə və Azərbaycanın arasında sıxışıb qalmağın onlar üçün yaxşı heç nə vəd etmədiyini anlayıb, Trump'ı yalnız qoydular. Trump isə öz növbəsində on minlərlə ABŞ əskərini bu cəhənnəm üçbucağına göndərib həlak etmək istəmir. İndi Trump'ın da, İranın da taleyi Netanyahunun əlindədir. Netanyahu Trump'a İranı vurmağı dayandır desə dayandıracaq, dayandırma desə dayandırmayacaq. Görünən budur ki, Netanyahu da tutduğunu buraxmayacaq.